Salam əziz izləyicilər, bugün sizlərə Azərbaycan dilində çox vacib qayda olan, şagirdlər tərəfindən çox vaxt qarışdırılan çoxmənalı sözlər və amonimlərdən danışmaq istəyirəm. Çoxmənalı sözlərin və amonimlərin fərqindən. Mövzuya keçməzdən əvvəl çoxmənalı sözlər haqqında bir neçə məlumatı vermək istəyirəm. Əgər bir söz çoxmənalıdırsa, deməli o sözün məcazi mənası var. Sırf çoxmənalılıq məcazi məna deməkdir. Məcazi mənalı sözlərə daha çox hansı nitq hissələrində rast gəlirik? İsimlərdə, sifətlərdə və feillərdə. Feillərdə daha çox frazeoloji birləşmələrdə rast gəlirik məcazi mənaya. Sifətlərdə daha çox ədəbiyyatda epitet yaratmaq üçün istifadə olunur. Məsələn, şirin çörək həqiqi mənadadırsa, şirin söhbət, şirin söz, şirin uşaq məcazi mənadadır. Bu yolla da epitet yaradırıq biz ədəbiyyatda. İsimlərdə isə məsələn baş sözünün, qol sözünün, dil sözünün, ayaq sözünün və sair sözlərin məcazi mənası olur. Bəs yaxşı, çoxmənalılıq nə deməkdir? Məcazi məna nə deməkdir? Çoxmənalılıq bir sözün həqiqi mənasından törəyərək məcazi mənalar ifadə etməsinə çoxmənalılıq deyilir. Bəs biz bunu necə müşahidə edirik? Bir əşyanın həqiqi mənasındakı əlamətlər başqa bir əşya üzərinə köçürülür və yaxud oxşarlıq şəkildə keçirsə, buna deyilir məcazi məna. Məsələn, biz deyirik amonimlər və çoxmənalı sözlərin fərqindən danışanda, məsələn, biz deyə bilərik ki, çoxmənalı sözlər eyni mənadan törəyir, yaxın mənalar bildirir. Amma amonimlər tamamilə fərqli mənalı sözlərdir. İndi keçək fərqlərə. Bu fərqlərdən biri çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq olur. Ən əsas fərq budur. Yəni, şagirdlər bunu müəyyənləşdirməyi tapa bilsələr ki, məsələn, məna yaxınlığı necə olur? Biz bu məna yaxınlığını tapdıqsa, artıq çoxmənalı sözlə amonimi rahatlıqla fərqləndiririk. Deməli, çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq olur, amonimlər isə tamam fərqli mənalı sözlərdir. İkinci fərq, çoxmənalı sözlər məcazi mənalı olur, amonimlər hər zaman həqiqi mənada olur. Üçüncü fərq isə çoxmənalı sözlər həmişə eyni nitq hissəsinə aid olur, amma amonimlər bəzən eyni nitq hissəsinə də aid ola bilər, bəzən isə fərqli nitq hissəsinə aid ola bilər. İndi keçək izaha. Görək əsas məna ilə bağlılıq nə deməkdir? Əsas məna ilə bağlılıq o deməkdir ki, necə ki deyirik çoxmənalılıq o deməkdir ki, bir sözün həqiqi mənasından törəyir və məcazi mənalar bildirir. Eyni mənadan törədiyi üçün mənalar bir-birinə yaxın olur və yaxud bir əşyanın müəyyən bir əlaməti başqa bir əşya üzərinə köçürülür. Bu yolla da məcazi məna yaranır. Deməli, burada tam fərqli bir mənalı sözdən söhbət getmir. Yaxın mənalı, bir-birinə mənalarında yaxınlıq olan sözlərdən söhbət gedir. Baxaq qol sözünə. Qol sözü həm çoxmənalı sözdür, həm də amonim sözdür. Bəs yaxşı, şagirdlər necə ayırd eləsin ki, nümunədə verilmiş söz bunun çoxmənalılığıdır, yoxsa amonimliyidir? Məna yaxınlığını tapa biliriksə əgər, deməli biz artıq rahatlıqla amonimi və çoxmənalı sözü fərqləndirə bilərik. İndi baxaq çoxmənalı söz kimi qol sözünə. Əvvəla bir sözün çoxmənalılığını qeyd ediriksə, birinci onun həqiqi mənasını qeyd eləməliyik. Həqiqi mənaya da dominant məna deyilir. Əsas məna, dominant məna. Bir sözü çoxmənalı söz kimi qeyd edəndə birinci onun həqiqi mənası qeyd edilir. Həqiqi məna insanın qolu. Adamın qolu, insanın qolu. Bu həqiqi mənadır. İndi əsas məna ilə bağlılıq, yaxınlıq nə deməkdir? İnsan qolu nədir? İnsanın qolu, insan bədəninin, çiyinin üst tərəfindən barmaqların ucuna qədər olan hissəsidir, düzdür? Biz qol vasitəsilə işlərimizi görürük, ətrafda kənara hərəkət elətdirməklə müəyyən işlərimizi qaydasına qoyuruq, düzdür? İndi ağacın qolu nə deməkdir? Ağacın qolu budaq mənasında. Ağacın qol budağı, ətrafa saçılmış qol budaqları. Bəs yaxşı, çayın qolu nə deməkdir? Çayın qolu da çayın bir əsas hissəsindən kənara çıxmış hissələrinə deyilir. Məna əlaqəsini qura bilirik. İnsanın qolu, insanın çiynindən ətrafa belə deyək, hərəkət edən bir hissəsi. Ağacın qolu, ağacın gövdəsindən kənara çıxan, hərəkət edən bir hissə. Çayın qolu, çayın əsas hissəsindən kənara çıxan hissə. Bəs köynəyin qolu nə deməkdir? Köynəyin qolu, köynəyin kənara çıxan hissəsidir. Bəs əsas məna ilə bağlılıq burada nədir? Köynəyin qolu insan qoluna uyğunlaşdırılıb, düzəlib. Yaxınlıq buradadır. Məsələn, biz insanın qolunu köynəyin qoluna uyğunlaşdırmamışıq ki, birinci həqiqi məna olur, sonra məcazi məna yaranır. Deməli, insanın qoluna baxıb köynəyin qolunu yaradıblar. Yaxınlıq buradadır. Deməli, çoxmənalıqda yaxınlıq belə yaranır. İnsan qoluna baxıb köynəyin qolunu yaradıblar. Yaxınlıq yarandı. İndi yaxşı, baxaq, bu çoxmənalıqdır. Əgər yaxınlıq varsa, əsas məna ilə bağlılıq varsa, deməli, bu çoxmənalıqdır və məcazi mənadır. Bəs yaxşı, amonimlik nə deməkdir? Amonimlik isə
Tamam fərqli mənalı sözlərdir. Yəni bizim bayaq dediyimiz bu çöynəyin qolu insanın qoluna bənzədilib, düzəldilib. Bu yaxınlıq amonimlərdə olmur. Necə olur? Məsələn, indi amonim kimi qol sözünün mənasına baxaq və biz burada məcazi mənaları qeyd eləyə bilmərik. Məsələn, ağacın qolunu yaza bilmərik qol sözünün bir mənası kimi. Əsas mənanı insanın qolu. Bu qol sözünün birinci amonimliyi. İnsanın qolu dedikdə bayaq, yəni insan bədəninin çiynin üst tərəfindən barmaqlara qədər olan hissəsi. Bu insan qoludur. Sonra qol imza. İmza atmaq. Sənədlərə qol çəkdi məsələn. İndi mən sizə sual verirəm. Bayaqçı köynəyin qolu ilə insanın qolu arasında məna yaxınlığı var idi, düzdür. İndi bu imza çəkməklə, qol çəkməklə insanın qolu arasında hansısa məna yaxınlığı var? Təbii ki, yoxdur. Və yaxud qol, qarşı tərəfin qapısından topu keçirmək, futbolda istifadə olunan söz. Bu qol sözü ilə insanın qolu və yaxud imza atmaq, qol çəkmək sözü arasında məna yaxınlığı var? Yoxdur. Məna yaxınlığı yoxdursa, deməli bu amonimlikdir. Məna yaxınlığı varsa, deməli çox mənalıqdır. İndi başqa bir söz üzərində izah edək. Baş sözü. Baş sözü də həm çox mənalı, həm amonim olan sözlərdəndir. Baş sözü çox mənalı kimi necə işlənir? İnsanın başı və yaxud deyə bilərik pişiyin başı, bu da çox həqiqi mənadadır. Deyə bilərik bu sözləri. İnsanın başı, məsələn, insanın ayağı ən aşağıda qalan hissədir, düzdür. İnsanın başı isə ən təpədə, ən üstdə olan hissədir. Bunu belə yadda saxlaya bilərik. İnsanın başı, insanın bədəninin ən üstündə, ən təpəsində olan hissəsidir. Yaxşı, indi mən sizə sual verirəm. Dağın başı deyəndə dağın aşağı hissəsindən söhbət gedir, yoxsa yuxarı hissəsindən? Əlbəttə ki, yuxarı hissəsindən, yəni təpəsindən söhbət gedir. İnsanın başı ilə dağın başı arasında məna yaxınlığını tapdıq. Deməli, insanın başı da ən yuxarı hissədən danışır. Dağın başı deyəndə də ən yuxarı hissədən danışılır. Ağacın başı, məsələn, quş ağacın başına qondu deyəndə, quş ağacın aşağı budağına qondu, yoxsa ən yuxarı budağına? Ən yuxarı budağından söhbət gedir. Deməli, ağacın başı deyəndə də ağacın ən üst hissəsi nəzərdə tutulur. Və yaxud evin başı. Evin başı deyəndə də evin ən üst hissəsi nəzərdə tutulur. Deməli, insanın başı, dağın başı, ağacın başı, evin başı, bu sözlər arasında məna yaxınlığı var. Hamısında ən üst hissədən söhbət gedir, düzdür? İndi baxaq amonim kimi. Amonim kimi insanın başı, bu həqiqi mənadadır. Bir də baş əsas, məsələn, baş üzv. Baş üzv deyəndə deyə bilərik təpə üzv. Məsələn, deyirik cümlənin baş üzvləri, cümlənin təpə üzvləri deyə bilmərik. Və yaxud cümlənin ən yüksək üzvləri deyə bilmərik. Çünki baş üzv birləşməsində baş sözü əsas mənasına gəlir və həmin baş sözü burada amonim kimi işlənib. Bu da amonimlərlə çox mənalı sözlərin əsas fərqi. Yəni, əgər sözlər arasında məna yaxınlığı varsa, deməli bu çox mənalıqdır. Əgər sözlər arasında məna yaxınlığı yoxdursa, tamamilə fərqli mənalı sözlərdirsə, deməli bu amonimlikdir. Keçək digər fərqlərə. İkincisi, çox mənalı sözlər həmişə eyni nitq hissəsinə aid olur. Amonimlər isə bəzən fərqli nitq hissəsinə aid ola bilər. Bəzən eyni nitq hissəsinə də aid ola bilər, bəzən də fərqli nitq hissəsinə. Məsələn, çox mənalı sözləri qeyd edə bilərik. Tutaq ki, frazeoloji birləşmə kimi feillərdən nümunə çəkə bilərik. Məsələn, çəkmək sözü, şəkil çəkmək həqiqi mənadadır. Amma dərd çəkmək, fikir çəkmək, qəm çəkmək bu məcazi mənadadır. Amma hamısında hərəkət məzmunu var və hamısı da feildir. Məsələn, şəkil çəkmək də feildir, dərd çəkmək də feildir, qəm çəkmək də feildir, fikir çəkmək də feildir. Deməli, çox mənalılıq həqiqətən də eyni nitq hissəsinə aid olmalıdır. Və yaxud deyirik, bayaqçı nümunəni göstərə bilərik. İnsanın qolu, ağacın qolu, çayın qolu, köynəyin qolu, hamısı nədir? Hamısı isimdir. Eyni nitq hissəsidir. Və yaxud sifətlərdə çox mənalılıq. Sifətlərdə çox mənalılığı şagirdlər daha çox istifadə elədiyi üçün ən çox isimlərdə, sifətlərdə, düzdür. Frazeoloji birləşmələri bəlkə də yeni bir informasiya kimi olacaq. Yəni, feillərin frazeoloji çox mənalılığı frazeoloji birləşmə deməkdir. Amma ən çox biz nümunə daxilində ismin və sifətin çox mənalılığından istifadə eləmişik. Məsələn, insanın başı və yaxud suyun üzü, kitabın üzü deyə bilərik, suyun üzü deyə bilərik və s. Və yaxud ayaq, adamın ayağı, stolun ayağı, kəndin ayağı və s. Bunları daha çox nümunələrdə işlətmişik. Bir də ən çox sifətləri işlədirik. Məsələn, şirin çörək həqiqi mənadadır. Əgər biz onun dadını biliriksə, görürüksə, deməli həqiqi mənadadır. Yox, əgər deyirsə şirin söhbət, şirin söz,
Deməli bu nədir? Məcazi mənadadır. Sonra soyuq su həqiqi mənadadır. Çünki biz onu içəndə onun soyuq olduğunu hiss eləyirik. Amma soyuq baxış nədir? Soyuq baxış, soyuq münasibət bu məcazi mənadır. Sifətlərdə də məcazi məna bu formada yaranır. Və yaxud sifətləşən isimlərdə də məcazi məna yaranır. Məsələn, daş bina həqiqidir, daş ürək məcazidir. Və yaxud qızıl üzük həqiqidir, qızıl insan məcazidir. Bu yolla da məcazi məna yaranır, çox mənalılıq yaranır. Daş ürək deyəndə köçürməni orada tutursansa və yaxud bənzətməni tutursan deyəndə, yəni müəyyənləşdirə bilirsənsə, deməli artıq sən çox mənalı sözləri rahat şəkildə müəyyənləşdirəcəksən. Məsələn, qızıl üzük deyəndə o həqiqidir. Üzüyün qızıldan hazırlandığını bildirir. Amma qızıl insan deyəndə insan qızıldan ola bilməz. Burada hansısa bir bənzətmə var. Bənzətmə necə yaranır? Məcazi məna necə yaranır? Məsələn, qızıl necə əşyadır? Qızıl sarı rəngli, qiymətli metaldır, düzdür? Biz qızıl insan deyəndə qızılın dəyərliliyindən söhbət gedir. Məsələn, deyirik, qızıl sarı rəngli, dəyərli bir metaldır. Qızıl insan deyəndə isə insanın dəyərliliyi, dəyərli insandır mənasında işlədirik. Deməli, burada nə yarandı? Epitet yarandı, məcazi məna yarandı. Məcazi məna bu yolla yaranır. Yəni, hər hansısa bir əlamət və yaxud keyfiyyət başqa bir əşya üzərinə köçürülür və yaxud bənzədilir. Bu yolla da məcazi məna yaranır. Demək, dediyimiz kimi, çox mənalı sözlər həmişə eyni nitq hissəsinə aid olur. Amonimlər isə fərqli nitq hissəsinə də aid ola bilər. Məsələn, amonimlər bəzən eyni nitq hissəsinə də aid ola bilər, fərqli nitq hissəsinə də aid ola bilər. Eyni nitq hissəsinə aid olanlara, məsələn, əqrəb sözün, şam sözün, bal sözün, qol sözünü göstərə bilərik, bayaq nümunədə göstərdik. Məsələn, əqrəb, saat əqrəbi deyəndə də isim olur. Saat əqrəbi nə sualına cavab verir və yaxud əqrəb həşarat mənasında da olanda, məsələn, məni əqrəb sancdı, nə sancdı? Burada da isim olur. Hər ikisi isimin sualına cavab verir. Deməli, əqrəbin hər iki mənası isimdir. Amma elə sözlər var ki, bir mənası feil olur, bir mənası isim olur və yaxud bir mənası sifət olur, bir mənası feil olur. Məsələn, at sözü ev heyvanı mənasında işlənəndə, məsələn, deyək ki, at kişnədir, nə kişnədir? Burada isimdir. Amma deyəndə ki, topu mənə at, nə et, hərəkət məzmunu girdi, deməli feil oldu. Buradan bu nəticə çıxır ki, at sözünün bir mənası feildir, bir mənası isimdir. Fərqli nitq hissəsi və yaxud tut sözü. Tut deyəndə mən tut yedim, nə yedim, meyvə mənasında oldu isim. Amma bir də var ki, deyirəm ki, topu tut, nə et, hərəkət məzmunu var, deməli feildir. Bir mənası feil oldu, bir mənası isim oldu. Deməli, amonimlər bəzən fərqli nitq hissəsinə də aid ola bilər. Bu qədər.